İşğalçı Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 9 nəfər həlak olub. 16 qadın, 6 azyaşlı olmaqla 35 nəfər yaralanıb. Ermənistanın Azərbaycanın mülki əhalisinə, xüsusilə uşaqlara qarşı vandalizmi ilk deyil. Azərbaycanlılara qarşı baş verən erməni təxribatı vəhşiliyin, vandal davranışın və uşaq qətillərinin bariz nümunəsidir. 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı hərbi hücumlar həyata keçirildi. Birbaşa humanitar hüquqa zid olan kaset bombalardan istifadə edildi. Nəticədə çoxlu sayda mülki vətəndaş zərər aldı və itkilər oldu. Mülki əhali, xüsusilə qadınlar, uşaqlar, ahıllar Ermənistan hərbi qüvvələrinin hədəfində idi. Gəncə və digər raket hücumlarına məruz qalan ailələrdə qorxu hissi, depressiya və digər problemlər hələ də müşahidə olunur. Bu hadisələrdən ən çox əziyyət çəkən isə uşaqlar oldu. Onların gözü qarşısında baş vermiş terror hadisəsi onlarda dərin iz buraxır. Erməni silahlılarının Gəncədə törətdiyi terrordan zərər çəkənlərdən biri də 5 yaşlı Bəxtiyardır. Bəxtiyar Heydərlə həmin gecə atılan raket zərbəsi zamanı yatmış vəziyyətdə olub və dağıntılar altında qalaraq ciddi xəsarətlər alıb. Amma bütün bunlara baxmayaraq onun həmin anda gülümsəyən siması simvola çevrildi və bu terror hadisəsindən aylar keçib. Amma özü balaca olsa da böyük ürəyə sahib olan Bəxtiyar yenə gülümsüyür və bildirir ki, böyüyəndə ona bu acını yaşadan düşməndən hesabını soracaq. Heydərli Bəxtiyar Ömroğlu. Hep bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Məskənimsən. Anam, doğanım, vətənimsən. Arılar mı könül canının? Azərbaycan, Azərbaycan. Maşallah, gülməyim gəlir də. Nə olmuşdu həmin gecə? Evimiz partladı. Mən şüşələr töküldü mənə. Sonra da üzüm gözüm qan. Gördüm ki, hər yan partlayıbdı. Nə hiss eləmişdin? Mən qanın içindəydim. Qorxmuşdun? Yox, qorxmaq olmaz Ermənilərdən. Böyüyəndə nə olmaq istəyirsən? Polat Həkimov. Onun kimi qəhrəman olmaq istəyirəm. Yumruq kimi onların başını əzdi. İti qovan kimi qovdu. Təzən istəyintimiz bizə ev versinlər. Mən sizi çox istəyirəm. Qələbə bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Mən Hüseynəm. Mən Zəhrayam. Mən Bəxtiyaram. Mən sevirəm. Mən uşağım yaşamayan bir əskərəm. O gündən nə atamı, nə anamı görürəm. Nənəm deyir ki, gələcəklər. Gözüm yoldadır. Hər yerdə onları axtarıram. Anam məni heç çox özündən ayırmazdı. Evimiz də yoxdur. Dağılıb. Babam deyir ki, atam gedib təzə ev tikməyə. Mən də biraz böyüyən kimi o evdə yaşayacağam. Amma mən təzə ev istəmirəm. Atamı və anamı görmək istəyirəm. Hər axşam nənəm məni yatıstırandan sonra ağlayıram. Anamın qoxusu üçün darıxıram. Onun səsini eşitmək, əlindən tutub yatmaq istəyirəm.
Ana, hardasan? Gece yatmışdıq. Böyük kızım kaldırdı ki, mama dur. Durdum ki, part hamısı kırıldı, töküldü şüşələr. Buralar hamısı şüşə idi. Durdum, ay mama sağsam mı dedim, hə sağam. Durdum, şart hamısı tökülür. Aynalar kırıldı, töküldü, şart. Qapı çərçivəsindən çıxdı. Yaxşı ki, böyük kız baş evdə yatırdı, üstü örtülüydü. Baş evin aynaları hamısı kırıldı, töküldü onun üstünə. Durdu, ayağını şüşə kəsə gəldi mənim yanıma. Məni gəldi, divanda oturtdu. İnan ürəyiniz uçunurdu. Sonra qaçdı ki, telefona görüm, hələ Nüsabəgilinə qayırır bacım gel. Bəxtiyargilinə qayırır. Zəng elədi, zəng çatmadı. Qonşudan uşağa yalvardı, yolladı ki, anar qurban olum, get gör hələ Bəxtiyargilin ətəridir. Bəxtiyar, o da gəldi ki, Bəxtiyar deyir, yaralanıbdır, deyir, Şəhla. Anası ilə dədəsi götürdü balnisiyaya götürdülər. Təzədən biraz qız sakitləşdi. Aradan biraz keçmiş, gətirdilər. Bütün Bəxtiyarın üzü, gözü qan idi, qulağının dibindən kəsilmişdi. O cür də gülürdü. Nənən ölsün dedim, ay bala, nə oldu? Ay nənə deyir, partladı deyir, buralarım yaralandı. Bax belə. Gəlin çox pis oldu, Bəxtiyarın anası. Ev qırılıb, şvaniyerdə daşıb qapının dalına. Çağırıbdı ki, ay mama, gəlin köməyə, Bəxtiyarı qan apardı. Qaynənəsi durub ayağa gəlibdi ki, qapı baca örtülüdür. Təzdən qonşudan adam gəlibdi, qızımın o birisi oğlanları gəlib. Qapıyı açıbdılar, uşaqları çıxardılar. Bəxtiyar görüblər, qan içindədir, qulağı, üzü, hər yanı çapılıbdır. Götürüb aparıblar balnisiyaya. Allah həkimlərimizin də canına can sağlığı versin. Bəxtiyarın qulağının dibini tikdilər, üzünü, gözünün qanını sildilər, götürdülər, gətirdilər. İndi o vaxtdan bəri, inan Allah, bir şey olanda uşaq nətər ağlayır, qorxur. Ay nənə deyir, gənə deyir, ermənilər atır. Mən maması, papası sakitləşdir ki, qorxma, qadan alım, heç zat yoxdur. Bax, belə xatırlayırıq. Allah ermənilərin evini yıxsın. Yaxşı ki, heç olmasa böyük prezidentimizə Allah can sağlığı versin ki, bir belə əhalinin dalındadır. Evləri uçdu, dağıldı, heç zat götürə bilmədilər. Bir yorğan döşəkdən başqa heç zat ələ gəlmədi. Hamısı dağıldı, düzü, xaraba qaldı. Maşınına kimi, nəvəmin maşınına kimi hamısı bomba düşüb, elə günə düşüb, günətəri. Bax, belə xatırlayırıq. Allah ermənilərin evini yıxsın. Ev yox, eşik yox, arxısı qaldılar düzdə, yığdım yanıma. Gəlib yığılıblar yanıma, nə qayrım, ay bala, Allah gənə bugünkü günlə şükür ki, heç olmasa balalarım, nəvəm, nəticəm sağ çıxıbdır, gəlinim sağ çıxıb, çox şükür Allaha. Prezidentimizə qurban olum, xahiş edirəm, Bəxtiyargili evsiz qoymasın, evlə təmin eləsin. Öz evlərin yerində tikdirsin, deyirsin. Uşaqlar hamısı örgənibdir, məhliyə, zdaniyada qala bilməzlər. Öz evlərin yerindən tiksinlər, pis yaxşı tiksinlər, versinlər, Bəxtiyargilin evi olsun. Hər gündə deyir, aynənə deyir, evimizə gedək, evimizə, burada qalmayaq, evimizə gedək. Deyirəm, qadan alım, evimiz yoxdur, hardan olacaq? Gedir, baxır ki, nədir, 4 divardır, uçub, dağılıb, elə gündədir ki, nətəri.
Prezidentimizə xahiş edirəm. Allah onun balalarını saxlasın, canına sağlıq versin. Bəxtiyar Gili evsiz qoymasın. Yalvarıram ona. Bir ana kimi, bir nənə kimi yalvarıram. Bəxtiyarımı evsiz qoymasın. Həmin gecə yatmışdıq hamımız. Birdən ani momentdə böyük bir partlayış səsini eşitdik, ayıldıq. Gördük ki, ev eşik üstümüzə uçur hamısı. Elə yorğanı çəkdik başımıza ki, heç nə tökülməsin üstümüzə. Ondan sonra sakitləşəndən sonra durduq. İşıqlar keçmişdi, qaranlıq idi. Telefon işığını yandırdım, baxdım ki, uşaqlar qanın içindədir, Bəxtiyar ən çox qanamışdı, təmiz, üzü gözü qanamışdı. Elə durduq, əynimizi, zadımızı geyindik. Uşaqları sağ olsun, yoldaşımın qardaşı da köməyə gəldi elə. Xalam oğlu köməyə gəldi. Bir yerdə uşaqları çıxartdıq hamısını. Şkaflar daşmışdı hamısı. Qaldırdıq, altından çıxdıq evdən hamısını. Ondan sonra çıxdıq, sonra ailəm bir-birinə dəyifdi. Çöldə hərə öz sayında idi, belə desək. Hərə bir tərəfə qaçırdı. Heç kim bilmirdi ki, nə qarırdı, nə inirdi. Hay-ki, əsgərlər gəldi, kömək xilas edicilər gəldilər. Ondan sonra bildik ki, hara düşübdü artıq. Bizdən bir-iki ev boyda düşmüşdü bomba. Və orada bütün qonşularımız, Allah rəhmət eləsin, onların artıq ölənlərinin, belə deyək də, cəsədlərini aparırdılar, yaralılara köməklik eləyirdilər. Sağ olsunlar, kömək o skorular da tez gəldi, xilas edicilər də, əsgərlərimiz də, polislərimiz də, Allah hamısının canına sağlıq versin ki, tez bir zamanda hamıya kömək üçün gəldilər, kömək elədilər. Yəni, çox çətin bir gecə idi. Yəni, heç bax istəməzdik ki, kimsə başına belə bir iş gəlsin. Tüzün sözü qürur vericidir, sevindiricidir ki, bu erməni kimdir ki, biz onun qarşısında qorxmalıyıq. Yəni, birinci növbədə uşaq sübut elədi ki, həqiqətən də biz qorxmuruq. Düzdür, adam baxanda həm sevinir, həm kədərlənir. Kədərlənir ona görə ki, insan yaxşı ilə yadda qalsa daha yaxşı olar. Belə olmazdı da, daha yaxşı olardı ki, başqa cür yadda qalardı. İndi bu da olub, buna da şükür, yenə deyirəm. Buna da sevindiricidir ki, yenə də deyirəm. Övladımız bizim başımızı uca eləyir dövlətin qarşısında. Bütün dövlətimiz də uca eləyir ki, ermənilər kimdir ki, biz onlardan qorxmadıq. Yəni. Uşaq qorxmadı. Onu sübut elədi ki, biz gülürük. Atdığınız bombaya da, hər bir şeyə də. Bir də onda deyim ki, biz buradaydıq, onsuz da getməmişdik. Əsas da oydu. Əsas da oydu ki, buradaydıq. Heç kim, nətər deyim, öz şəhərimizi tərk eləməmişdik. Baxmayaraq ki, bilirdik ki, bomba da atırlar, ondan qabaq neçə dəfə də atmışdılar. Hamısında da elə. Bir dənə o bombadan sonra artıq uşaqları məcbur olduq, yolladıq, başqa yenə ki, qorxmasınlar. Artıq ikinci səfər Komsomola bomba atanda daha çox qorxmuşdu Bəxtiyar Gili. Onda yenə buradaydılar. Yəni də deyim vallahi, bu günümüzə çox şükür. Min şükür, milyon şükür ki, Bəxtiyarın inşallah gələcəyi yaxşı olsun, bəli, yaxşı şeylərlə yadda qalsın inşallah. Daha da bundan gözəl şeylərlə. İndi də inşallah ki, oturmuşuq da gözləyirik, görək prezidentimiz nə vaxt əmr verir, nə vaxt qərar verir ki, bizə ev versinlər. Çünki artıq başqa bomba düşən yerləri, Komsomoldur, avtozavoddur, onların hamısını tikirlər, indi bizim yerimizi tikmirlər. Bizə Zdaniyadan vermək istəyirlər. Zdaniyadan da biz istəmirik. Məhəllə yerindən Zdaniyaya getmək istəmirik ümumiyyətlə. 44 günlük Vətən müharibəsi dövründə oktyabr ayında Azərbaycanın Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalandı. İlk hücum 4 oktyabrda baş verdi. Bir nəfərin şəhid olması və 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələndi. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk hücum idi. İkinci raket hücumu isə oktyabrın 5-də baş verdi. Hücum nəticəsində 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumu oktyabrın 8-də baş verdi. Həlak olan və yaralanan olmadı. Dördüncü raket hücumu isə oktyabrın 11-də baş verdi. Erməni silahlı qüvvələr Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 9 nəfər həlak oldu. 16 qadın, 6 az yaşlı olmaqla 35 nəfər yaralandı. Mülki şəxsləri hədəf alan 5-ci raket hücumu isə oktyabrın 17-də baş verdi. Hücum nəticəsində hamısı mülki şəxs olmaqla 16 nəfər şəhid olmuş, 55 nəfər isə yaralanmışdı.
Hücumlar zamanı şəhərin infrastrukturuna yaşayış binaları daxil olmaqla digər binalara, avtomobil